Son zamanlar sosial şəbəkələrdə məktəb direktorlarının valideynlərdən və müəllimlərdən pul tələb etməsi ilə bağlı yayılan səs yazıları cəmiyyətin böyük narazılığına səbəb olub. Bu hallar təhsilin keyfiyyətinə, uşaqların gələcəyinə və ümumilikdə cəmiyyətin mənəvi dəyərlərinə ciddi zərbə vurur. Pul vermədiniz, qapınızdan gəldim götürdüm. Kart attınız, mən getdim kartdan pul çıxartmağa. Niyə? Yoxsa bunlar məni heç belə almırlar. Daha deyəcəm, daha utanmaqdan keçibdir. Bilmirsiniz, bildirin ki, deyin ki, mən bilmirəm. Mən də işimi bilir. Heç kim məndən inciməsin. Bu almırsınız ki, mən sizi dünəndən almıram. O almayan valideynləri bu qrupdan çıxardacağım. Bəzi məktəblərdə artıq təhsil almaq üçün rəsmi ödənişlərdən başqa əlavə qaydalar da tətbiq edilir. Valideynlərdən müxtəlif bəhanələrlə pul yığılır. Təmir, tədbir, hədiyyə adı ilə. Lakin bu vəsaitlərin hara getdiyi məlum deyil. Müəllimlər belə bəzi hallarda məktəb rəhbərliyi tərəfindən qeyri-rəsmi ödənişlərə məcbur edilir. Təhsil ekspertləri bildirirlər ki, korrupsiya halları davam etdikcə şagirdlər də bunu normal qəbul edəcək və gələcəkdə rüşvət mədəniyyətini təkrarlayacaqlar. Bu isə cəmiyyətin inkişafına böyük maneədir. Salam valideynlər, hər vaxtınız xeyir olsun. Bu jaluzləri atmışam. Bunu bizim o biri sinif düzəltdirib, mənim oğlumun sinifi. Bizim müəllimə də gördü, bunu deyir ki, yəni bizim sinifində jaluzləri cırıq-cırıqdır. Günün qabağın alındı. Belə məsləhət gördü ki, əgər imkan daxilində, yəni elə çox pul tutulur götürəndə. 211 manat tutub onların sinifində. Yəqin ki, elə eyni pəncərə olar, eyni şey olar. İndi onu mən ölçüb eləməliyəm. Yəni dediyim odur ki, müəllimə də istəyir ki, biz də düzəltdirək. Bu halların qarşısını almaq üçün təhsil sistemində şəffaflıq və nəzarət gücləndirilməlidir. Qanunsuz pul yığımlarına qarşı ciddi tədbirlər görülməli və məktəblərdə təhsil almağın valideynlər üçün maddi yükə çevrilməsinə son qoyulmalıdır. Təhsil dilənçilik yox, gələcək qurmaq üçün bir vasitə olmalıdır. Sizcə bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Fikirlərinizi şərhlərdə bölüşün. Mövzunu daha çox insanın görməsi və maariflənməsi üçün videonu bəyənin, paylaşın və kanalımıza abunə olun. Yeni videolarımızdan xəbərdar olmaq üçün bildirişləri açmağı unutmayın.